Deməli, dərsimiz sidiyin əmələ gəlməsidir. İlk hissədə böyrəkləri tam izah etdiyimizə görə artıq sidiyin əmələ gəlməsindən danışacağıq. Dedik ki, böyrəklərin içərisində piramidalar yerləşir və piramidaların içərisində də nefronlar yerləşir. Nefronlar iki qatlı epiteldən ibarətdir və bir böyrəkdə 1 milyondur. Bir böyrəkdə 1 milyon nefron var. Və nefronların quruluşuna gəldikdə, nefron deməli ibarətdir bu şəkildə qədəhə bənzər kapsuldan. Əslində pis çəkdim, bunu düzəldim. Belə deyək. Bu şəkildə iri bir qədəhə bənzər kapsuldan ibarətdir. 2 qatlıdır. Belə. Qədəhə bənzər kapsuldan ibarətdir. Sonra ibarətdir enən yolları, Henle ilgəyinə enən yol, Henle ilgəyi, Henle ilgəyinin qalxan yolları və bu da gəlir, birləşir, hara? Deməli, sidik toplayıcı kanala. Bu şəkildə. Deməli, bu bizim nefronun quruluşudur. Nefronun quruluşundan danışanda deyəcəyik ki, o qədəhə bənzər kapsuldan, birinci dərəcəli qıvrım sidik kanalından, Henle ilgəyindən, ikinci dərəcəli qıvrım sidik kanalından və sidik toplayıcı kanaldan ibarətdir. Deməli, biz bundan danışarkən deyəcəyik ki, nefronlara böyrək, qarın aortasından böyrək arteriyaları qanı gətirir. Böyrək arteriyaları qanı gətirir və qan içəridə, belə deyək də, qanı buyurun gedək. Qan gəlir. Qan içəridə, qan damarı içəridə yumaqcıq əmələ gətirir. Yəni, kaplyarları əmələ gətirir. Bu kaplyar şəbəkələr içəridə divara dəydikcə süzülmə prosesi başlayır. Sanki buradan elə bir qanın tərkibində olan maddələr süzülür kapsula. Bunun adı olacaq, bu damarın adı. Gətirici arteriya. Sonra burada belə bu, deməli, yumaq şəklini alıb, kapillər şəbəkəni əmələ gətirəndən sonra, içindəki maddələr süzüləndən sonra bu damar çıxır buradan. Bunun da adı, çıxan damarın da adı olacaq, çıxarıcı arteriya. Bu çıxarıcı arteriya, deməli, gətirici arteriyanın tərkibində hər şey var. Nələr var? Sidik cövhəri var, amin turşular var, glikoza, su, mineral maddələr, duzlar, hər şey. Yəni, biz sidiyə aid nə öyrənəcəksə, bunların hamısı gətirici arteriyada var. Və bu yumaq kapsul artıq burada qanı qədəhə bənzər kapsulun içərisində yumaqcıq əmələ gələrkən divarlardan içəriyə süzüləcək hər şey. Amma nələr? İri molekullardan başqa hər şey. Məsələn, bunlara nələr aiddir? İri molekullara aiddir eritrositlər, hemoqlobində deyə bilərik. Eritrositlər və yaxud da ki, hemoqlobin. Sonra zülallar. Bəzi zülallar, buna deyə bilərik, məsələn, hormonlar. Bunlar deməli süzülməyəcək. Bunlar çıxarıcı arteriyanın içərisində çıxıb gedəcək. Yəni, belə deyək də, gətirici arteriyadan bu molekulların hamısı süzülür. Məsələn, su süzülür, nukleotit süzülür. Amma çıxarıcı arteriyaya gedir, eritrosit və zülal. Onlar bu kapsulda süzülmürlər. Bu çıxarıcı arteriya gəlir. Bax, belə deyək, bu süzülmə nəticəsində, bax, burada maye əmələ gəlir. Bu mayenin adı olacaq, bax, burada. İlk sidik. İndi, bax, bu ilk sidiyin tərkibində nələr oldu? İlk sidik. İlk sidiyin tərkibində nələr olacaq? Nukleotidlər, amin turşular, sonra nukleotidlər, amin turşular, glikoza,
su, mineral duzlar. Sonra ağlımızda nə var? Vitaminlər. Bunlar hamısı ilk sidiyin, bax bu sidiyin tərkibində olmuş olacaq. Bunlar ilk sidikdir. Bu belə deyək də, sən orada sənə verilən variantların içərisində eritrosit və zülallar çıx, qalan hər şey ilk sidiyin tərkibində var. Yəni bir də qan yoxdur, bir də zülal yoxdur. Yəni hormonlar yoxdur ilk sidiyin tərkibində. İlk sidik də harda əmələ gəldi? Kapsul əmələ gəldi. Qədəhə bənzər kapsul əmələ gəldi. Sonra bax bu bizim deməli çıxarıcı arteriya gəlir bu birinci dərəcəli qıvrım sidik kanalcıqlarını əmələ gətirir. Yəni bax burada bir yumaq əmələ gətirir. Bu yumaq absorpsiya qabiliyyətinə malik olur. Yəni ki, nə edir? Belə deyək. Burada axı ilk sidiyin tərkibində glikoza, nukleotid, amin turşular, vitaminlər var idi. Onları başlayır su var idi. Onları başlayır geri soğurmağa. Yəni ilk sidiyin tərkibindən artıq glikoza, nukleotid, amin turşuları geri soğurulur. Sonra həmin bu sidik təbii ki gəlir Henle ilgəni keçir. Gedir, qalxır qalxan yollara. Qalxan yollara doğru gedərkən həmin bu yumaqcıq təbii ki bir dəfəyə bütün bu hər şeyi soğurmur geriyə. Yenə məsələn bu son sidiyin də tərkibində ilk sidik burada yuyulandan sonra son sidiyə əmələ gəlir. Son sidiyin də tərkibində deməli qida maddələri də qalır, glikoza da qismən qalır, su da, duz da qalır. Bunlardan da nə edir? İkinci həmin bu çıxarıcı arteriya gəlir burada ikinci dərəcəli qıvrım sidik kanalcıqlarını əmələ gətirir. Və bütün, yəni sidiyin tərkibindəki bütün glikozanı geri soğurur, vitaminləri və nukleotidlər, amin turşuların hamısını geri soğurmuş olur. Geri soğurandan sonra da arteriya çevrilir olur, vena damarına birləşir və vena damarı da gedir buradan, birləşir nəyə? Aşağı boş venaya. Bu da olur böyrək venası. Böyrək venası. İndi sənə deyə bilər ki, glikoza, amin turşular, məsələn də nukleotidlər harda soğuruldu? Deyəcəksən birinci və ikinci dərəcəli qıvrım sidik kanalında. Bunlar birdir, bura ikidir. Sonra ilk sidik harda əmələ gəldi? Qədəhə bənzər kapsulda. İlk sidiyin tərkibindəki qida maddələri harda soğuruldu? Birinci dərəcəli qıvrım sidik kanalcığında. Son sidik harda əmələ gəldi? Qıvrım sidik kanalcıqlarında deyəsən. Bax buradakı hissə son sidikdir. Artıq son sidiyin tərkibində, bax burada olsun son sidik. Son sidiyin tərkibində, son sidik də gəlir tökülür. Sidik toplayıcı kanal, bu da toplayıcı kanaldır. STK yazaq, sidik toplayıcı kanal. Sidik toplayıcı kanallar tökülür. Son sidiyin tərkibində nələr qalır? Belə deyək, burada yazaq son sidik. Son sidik. Hər şey geri soğurulandan sonra son sidiyin tərkibində qalır sidik cövhəri, duz, yəni mineral maddələr, duz və bir də suyun artığı. Bundan başqa, yəni son sidiyin tərkibində heç nə qalmır. Məsələn, deyə bilər ki, son sidikdə qana rast gəlmişik, son sidikdə glikozaya rast gəlmişik. Bu zaman nə baş verər? Əgər qana rast gəlmişiksə, onda biz deyəcəyik ki, qədəhə bənzər kapsul zədələnibdir. Yox, əgər biz son sidiyin tərkibində glikozaya rast gəlmişiksə, onda deyəcəyik bu glikozuruya xəstəliyidir. Yəni ki, həmin insanın qanında şəkər normadan artıqdır və yaxud da ki, şəkərli diabet xəstəsidir. Deməli, qanında şəkər qaraciyərdə tutulmur, artıq qana vurulur, qandan da böyrək onu xaricə atır. Bu şəkildə deməli son sidiyin tərkibində şəkərə və eritrositlərə və yaxud da zülallara rast gəlinməsi, heç zülal olmasın, ne vitaminə, burada ad çəkilənlərə də rast gəlinməsi artıq xəstəliyin əlaməti sayılır. İndi dedik ki, son sidikdə əmələ gəldi qıvrım kanalcıqlarda, töküldü sidik toplayıcı kanala. Fikir verirsənsə, sidik toplayıcı kanala bir neçə dənə bax belə bir boru birləşdirmişəm. Bu o deməkdir ki, sidik toplayıcı kanala, bir sidik toplayıcı kanala bir neçə deməli nefron birləşə bilər. Bir neçə nefron birləşə bilər. Yəni sidik toplayıcı kanalda son sidiyin miqdarı qıvrım sidik kanalcıqlarında olan son sidiyin miqdarından daha çoxdur. Çünki çoxu birləşir bura. Sanki elə bir kanal böyükdür. Sonra burada əlavə nə deyəcəyik?
Deməli, Henle ilgəyinin enən yolları və qalxan yolları. Fikir verdinizsə, Henle ilgəyinin enən və qalxan yollarının su geri soruldu. Əgər canlının Henle ilgəyinin enən və qalxan yolları uzundursa, mən tutaq ki, mən bunu bu boyda çəkmişəm. Bu daha da uzundursa, deməli onda sorulma daha çox baş verəcək, geriyə sorulma. Onda da deyəcəyik ki, bu səhrada yaşayır bu heyvan ki, səhra canlılarında su daha çox geri sorulur və Henle ilgəyinin enən qalxan yolları daha uzun olur. Bundan əlavə, deməli, burada başqa nə qaldı? Qalxan yolları, enən yolları deyil, birinci, ikinci kanalları dedik, sidik cövhər. Bir də nə qədər qan gəlir? Gətirici arteriya 1500-1700 qan gətirir. 1500-1700 milli qan gətirir. 1700 litr qan gətirir. Bu 1500-1700 litrin 150-170'i ilk olur. 10 dəfə azı. 150-170 litri ilk olur. Və bundan da 10 dəfə az, yəni 1,5, 1,7 litri isə son sidik olur. Yəni son sidik gətirici arteriyadakı qandan neçə dəfə az olmuş? 1, 2, 3, 1000 dəfə az olmuş olur. Bir də yadda saxla ki, hər böyrəkdən, daha doğrusu 2 böyrəkdən 1 dəqiqə ərzində 1 litr qan keçir. 1 dəqiqə ərzində 2 böyrəkdən 1 litr qan keçir. Bu o deməkdir ki, bu bir böyrəyə 0,5 litrdir. Yəni 1 dəqiqə ərzində bir böyrəkdən 0,5 litr qan keçir. Bu sutka ərzində olan miqdardır. Sutka ərzində 1500-1700 litr deməli qan keçmiş olur. Deməli nefronlardan toplanır toplayıcı kanala. İndi bizə əsas nələr düşür imtahanda? Nələr düşür? Deməli bizə düşür qlikozanın miqdarı, sidik cövhərinin miqdarı və qatılığı. İndi biz məntiqlə gəl baxaq. Gəl baxaq nəyə? Bax, ilk öncə sidik cövhərinin miqdarına baxaq. Sidik cövhərinin miqdarı. Müqayisə eləyək bütün verilənlərə əsasən. Tək-tək bir-birinə yox. Testlərdə onsuz da elə olar ki, mən deyən çıxmaz, başqası çıxar. Baxıram ki, gətirici arteriyada tutaq ki, 10 qram sidik cövhəri gəlibdir. Bu kapsuldan süzülübdür ilk sidiyin tərkibindən. İlk sidikdə də 10 qramdır. Və bunu gərək başqa rənglə eləyəydim. Çünki hamısını indirən gəlmişəm, qarışacaq bu. Qara rənglə eləyək. Deməli, bu olsun 10 qram sidik cövhər. Gətirici arteriya ilə. İlk sidiyin tərkibində 10 qramdır. Çünki kapsuldan elə 10 qram keçir də. Kapsulda heç bir dəyişiklik uğramır. Sonra son sidiyin tərkibində də 10 qramdır. Çünki bu sidik cövhəri geriyə sorulmur. Elə necə var? Gəldi, gedər. Eyni şəkildə 10 qramdır. Bu 10 qram təsəvvürlə buradan gəldi. 10 qram buradan gəldi. Bir 10 qram da buradan gəlsin. 10 qram da buradan gəlsin. Onda mən deyərəm ki, sidik cövhərinin miqdarı gətirici arteriya bərabərdir ilk sidik. O da bərabərdir son sidik. Bunlar kiçikdir. Toplayıcı kanaldan. Toplayıcı kanal. Bu şəkildə sidik cövhərinin miqdarı toplayıcı kanalda daha çox olur. Çünki dediyimiz kimi toplayıcı kanalda bir neçə nefron birləşir və miqdar daha çox olur. Bu miqdar. İndi gələk sidik cövhərinin qatılığına. Sidik cövhərinin qatılığı. Deməli, sidik cövhərinin qatılığından danışanda sidik cövhərinin qatılığını deyək. Bu qatılığı nə ilə yazaq? Palıqla yazaq. Tutaq ki, bu 10 qram. Yenə 10 qramdan götürək. 10 qram 1500-ün içərisindədir. Bunun deməli, gətirici arteriyada qatılığı ən az olacaq. Gətirici arteriyada qatılıq ən az olacaq. Sonra keçdi ilk sidiyin tərkibinə. Azı 10 qram, 150-nin içərisində 10 qramdır. Deməli, ikinci yerdə ilk sidik olacaq. İlk sidikdə qatılıq nisbətən artır. İlk sidikdə.
Sonra son sidik. Son sidik isə 1,5 litrdir. Yəni bundan 10 dəfə az. Yenə qatılıq yenə deməli ilk sidiyə nisbətən daha çox olacaq. Son sidik. Toplayıcı kanalda isə qatılıq lap çox olacaq. Fikir ver, miqdarda çoxdur, qatılıq da çoxdur. Onsuz da burada yəni toplayıcı kanalda olan deməli qatılıq toplayıcı kanalda ən çoxdur. Qatılıq da miqdarda toplayıcı kanalda ən çox olmuş olacaq. Bu şəkildə. Qatılıq ümumi maddənin içərisində olan həll olmaya görə tapılır. Fizikadan yaxud da kimyadan bilirsiniz. 1500-ün içərisində 10 qram həll eləsən, qatılıq daha az olar. Nəinki 1,5 litrin içərisində, yəni 2 litr götürək də, 2 litrin içərisində 10 qram həll eləmək. 1500 litr hara, 2 litr hara. 10 qram təbii ki 2 litrin içərisində daha yüksək qatılığa malik olacaq. Bu şəkildə bu da qatılıq. Bu sidik cövhərinin. Bir də var glikozanın. Glikozanın qatılığı. Bunu neyniyə? Bunu silək. Buradan yazaq. Silməyə buradan yazaq. Yazaq glikozan. Glikozan. Miqdar. Deməli glikozan miqdarı. Glikoza elə bu 1500-ün içərisində gəlir tutaq ki, nə qədər? Daha 10 qram götürək onda elə. Tutaq ki 10 qram gəldi 1500-ün içərisində. 10 qram gəldi, divarlardan keçdi ilk sidiyin tərkibinə. İlk sidiyin tərkibinə keçəndən sonra bu burada, yəni ilk sidikdən başlayıb geri sorulma. Geri sorulur, tutaq ki bunun 8 qramı geri soruldu. Geri soruldu. 8 qramı burada geri soruldu. 2 qramı da, qalan 2 qramı da. Qobunu silim. Bu, promo getdi. Geri qaytar. Hayır. Bunu hiç düzəldə bilərəm. Deməli, 2 qramı da keçdi qismən son sidiyə. Son sidikdə də bu 2 qram da geri soruldu. Bu 2 qram da burada geri soruldu. 2 qram da burada geri soruldu. Bu şəkildə baxaram və burada da gəldi əlbəttə ki, düşdü bura 0 qram. Belə deyək, silicini götürək, bunları silə. Bunları da silə. Hamısını sildik. Deməli, bunu da siləm. İndi, burada 0 qram, bura 0 qram, burada 0, burada 0. Ümumilikdə toplayıcı kanalda 0 qram şəkər olur. Yəni, normal insandan gedir də söhbətinin, sağlam insandan. Deməli, belə. Mən baxıram ki, gətirici arteriyada 10 qram idi. İlk sidikdə də 10 qramdır, amma 8 qramı geri soruldu. Onu da mən deyirəm ki, gətirici arteriyadakı glikozanın miqdarı bərabərdir ilk sidiyə. Çünki olduğu kimi ilk sidiyin tərkibinə keçibdir. İlk sidiyə. Amma bu böyükdür. Son sidikdən. Çünki son sidikdə artıq 2 qram qalmışdı bu glikoza. 2 qram qalmışdı, o geri soruldu artıq. Geri soruldu son sidikdə və bunlar da böyükdür. Deməli, toplayıcı kanalda, çünki toplayıcı kanal 0 qram qaldı. Toplayıcı kanal. Bu şəkildə glikozan miqdarı dəyişir. Glikozan qatılığına gəldikdə isə qatılığı nə yazaq? Qatılıq qara ilə yazaq. Qatılıqdan danışanda, təbii ki, deməli, gətirici arteriyada qatılıq az olacaq. Deməli, çıxarıcı arteriya da bu arada hamısı 0'dır da. Çıxarıcı arteriyanı ona görə müqayisə eləmədim. 0 kimi götürəcəksən. Gətirici arteriyanın çıxarıcı arteriyaları müqayisə eləyəndə çıxarıcı arteriyalar daimi 0 kimi düşünün. Və burada ona görə yer verin də. Məsələn, burada deyərəm ki, ən kiçiyi çıxarıcı arteriyadır. Yenə. Ən kiçiyi çıxarıcı arteriyadır. Həmişə ən kiçik çıxarıcı arteriya düşünün. Çünki çıxarıcı arteriyada 0'dır. Çıxarıcı arteriyada nə glikoza, nə sidik cövhəri olmaz. Deməli, nə deyirdim? Deməli, qatılığı deyirdim. Glikozanın qatılığı. Glikozanın qatılığı deməli, ən az olacaq gətirici arteriyada. Çünki 1500-ün içərisində həll olur. Ən az olacaq.
Sonra ondan sonra çox olacaq x sidikdə. X sidikdə. Son sidiyi heç vaxt verməz. Amma belə götürək ki, son sidikdə də az olur əslində qatılıq. Son sidikdə də az olur. Yəni ən çox x sidikdə. Onda belə deyək də, gətirici arteriya son sidik x sidik. Belə deyə bilərik. Yox. Son sidik gətirici arteriya x sidik. Bax bu şəkildə götürə bilərik. Qlikozanın qatılığını. Aha, heç son sidiyi qatmayaq, elə belə deyək. Gətirici arteriyada qatılıq aşağı olur, nəinki x sidikdə. X sidikdə qlikozanın qatılığı daha çox olur və ən aşağıda olur. Təbii ki, sidik toplayıcı kanalda. Belə deyək də, sidik toplayıcı kanal kiçikdir gətirici arteriyadan, o da kiçikdir. Bu səhv dedim. Sidik toplayıcı kanal. Deməli, kiçikdir gətirici arteriyadan, o da kiçikdir x sidikdən. Qlikozanın qatılığından söhbət gedir. Bu da qlikozanın qatılığı. Belə, bu sidiyin əmələ gəlməsidir. X sidik harda əmələ gəldi, son sidik harda əmələ gəldi, tərkibində nələr var idi, hara toplanır və s. Bir toplayıcı kanala bir neçə nefron birləşə bilər. Bax, bu nefronlara baxanda, əslində mən burada biraz qəribə çəkmişəm bunu. Qoy, mən bunu düzəldim. Böyrək venasından heç danışmadım. Böyrək venasının tərkibindəki qatılıqlardan. Ay Allah. Gərək onu da deyəydim. Unutmuşam onu təmiz. Belə bunun ucuna bunu birləşdirək. Deyək ki, bu da böyrək venasıdır. Çıxdı, getdi buradan. Böyrək venasına gəldikdə isə, deməli, böyrək venasında sidik cövhəri ən az olacaq. Çünki böyrək venasında da sıfırdır. Böyrək venasında. Böyrək venasında sidik cövhərinin qatılığı yenə az olacaq. Çünki böyrək venasında sidik cövhəri olmaz. Sidik cövhəri son sidiklə birlikdə atılır bədəndən. Qlikozanın miqdarı. Qlikozanın miqdarı deməli, böyrək venasında x sidik gətirici arteriya x sidik çoxdur qlikozan. Böyrək venasında x sidiyə bərabərdir. X sidiyə bərabər deyil, yox. Böyrək venasında deməli, gətirici arteriyadan kiçikdir, belə deyək, böyrək venasında. X də bərabərdir. Bunlardan kiçikdir də böyrək venasında. Çünki böyrək venasındakı glikoza burada şey də xəstə. Belə deyək də, məsələn, gətirici arteriyasında belə verir də həmişə. Gətirici arteriyada glikozanın miqdarı daha çoxdur, nəinki böyrək venasında. Belə. Glikozanın miqdarı gətirici arteriyada daha çoxdur, böyrək venasında ondan azdır. Glikozanın qatılığı. Glikozanın qatılığı deməli, qatılıq bu miqdardır. Qatılığı isə glikozanın böyrək venasında daha çoxdur, nəinki gətirici arteriyada. Səbəbi də odur ki, gətirici arteriyadan 1500 gəlir qan. Böyrəyə artıq keçəndə tərkibindən 1.5, 1.7 çıxır da. Bu təxminən 1400 neçəsə böyrək venasına təzələn qayıdır. Ona görə də ümumilik azaldığına görə böyrək venasında artıq qlikozanın miqdarı qatılığı artmış olur nisbətən. Belə. Bu da bilirəm, bu hissələr biraz əzbərdir, amma bunu qəşəngcə səlqə ilə yazın dəftərinizə, səlqə ilə yazın və öyrənin. Ümid edirəm öyrəndiklərinizdə işinizə yarayar. Hə, bir də bunu belə bir xətt çəkək buradan. Onu nə ilə çəkim ki, görünsün. Yaşlı rəng çəkək. Deməli, tutaq ki, buradan belə bir xətt çəkəcəm. Dəqiqə çəkim olmadı. Belə bir xətt. Belə bir xətt çəksəm, bura bunun olur qabıq qatı. Qabıq. Böyrəyin iki qatı var idi. Burada olur beyin qatı. Beyin. Deməli, qabıq qatında nələr yerləşir deyəndə deyəsən ki, qabıq qatında qədəhə bənzər kapsul, böyrək arteriyası, böyrək venası. Beyin qatında nələr yerləşir desə, deyəcəksən ki, qıvrım sidik kanal, Henle ilgəyi. Henle ilgəyi bütövlükdə beyin qatında yerləşir. Qıvrım kanalcıqları isə və bir də toplayıcı kanal isə həm qabıq, həm beyin qatında yerləşir. Amma sənə ən çox nəyə soruşur? Kapsul harda yerləşir? Qabıqda. Henle ilgəyi harda yerləşir? Beyin qatında. Bu da belə. Bundan başqa burada deyə biləcəyimiz bir şey qaldı mı? Belə. Bir də qoy bir şey dediyim, zərərli maddələrin deməli
tipləri. Bunlar silək. Buradan sualınız var. Xeyr. Deməli, zərərli maddələrin tipləri. Zərərli maddələr 3 cür olur. Biri olur amoniak. Bədəndə zərərli maddələr. İkincisi ola bilər sidik cövhəri. Üçüncüsü də olacaq sidik turşusu. Ki, biz ümumiyyətlə bu bütün biologiyanı keçəndə bu üçünün adını eşitmişik ancaq. Əslində bunların hamısını bilirik ki, indi deyəcəm adlarını deyəsən, odur mu müəllim? Turşusu. Sadəcə belə testlərə belə salanda uşaqlar çaşbaş qalır ki, Allah bu nə idi belə. İndi amoniak kimlərdə keçmişik? Balıqlarda. Onda deyəsən ki, əksər onurğasızlarda, balıqda və çömçə quyruqda zərərli maddə amoniakdır. Bir də baxarsan ki, suda yaşayanlardır. Sən bax gör, suda yaşayırsa bu amoniakdır. Sidik cövhəri bizdə, yetkin amfibilər, qurbağa, yetkin amfibi və bizdə məməllər. Yəni bunlarda sidik cövhəridir. Zərərli maddə, qandakı zərərli maddə. Sidik turşusu isə, sidik turşusu deyəndə ağlıma kloaka gəlsin. Bir dənə amfibi xaric, kloaka. Yəni ki, bunun ifrazatı ilə qida qalıqları qarışsın. Məsələn, sürünən, quş, sonra həşarat, malpici borular demişdim, yazıda çıxır, orada qarışırdı. Quş, həşarat, bunlar aid olacaq sidik turşusuna. Bunlardan enerji sərfiyyatı su sərfiyyatına görə biri-birindən deməli fərqlənir. Bunlardan ən zərərlisi amoniakdır. Ən az zərərlisi isə deməli belə deyək də zərəri deməyək, zəhərin miqdarı deyək. Zəhərin miqdarı ən az dedim mən, ən çox olan, zəhərin miqdarı ən çox olan amoniakdır, zəhərin miqdarı ən az olan sidik turşusudur, yəni quşlardır. Mən həmişə deyirəm ki, düzdür, deyirlər ki, insan, məməllər ən ali varlıqlardır, Allahın ən mükəmməl varlığıdır və s. Amma mənim şəxsi fikrimdir ki, quşlar Allahın ən belə mükəmməl varlığıdır. Sən fikir ver ki, onlar həm uça bilirlər, həm rahat yaşayırlar, bədənləri çox yüngüldür də. Maddələrin bu adiləsi də sürətli yeyirlər, çökəlmirlər. Həm də ki, bədəndəki zərərli maddə, qandakı zərərli maddə sidik turşusudur. Yəni, ən az zərərə malik olan bir maddədir. Çox az zərəri var. Amma bunun belə dezavantajları da var. Nədir dezavantaj? Amoniak. Balıq amoniakı bədənindən çıxartmaq üçün sudan çox istifadə edir. Deməli, çox istifadə edir. Amma enerjidən az istifadə edir. Belə deyək, yazıram burada. Enerjidən az. Bunu nətər yadda saxlayırsan? Balığın bədəni piyli olur. Fikir versən, balığın bədəni də yağlı olur. Enerjidən az istifadə edir. Sidik cövhəri isə deməli, sudan az istifadə edir. Məsələn, insanlar gün ərzində nə qədər su içsə? 1 litr falan. Az istifadə edir. Enerjidən amma çox istifadə edirik. Quşlar isə sudan ən az istifadə edənlərdir. Ən az sudan bax bunlar istifadə edir. Amma enerjinin də ən çoxun bunlar istifadə edir. Bax ona görə arıq olurlar da, yeyirlər, kükəlmirlər deyirik. Ən çox. Maddələrin maddəsi onun sürətli gedir onlarda. Ən çox. Bax bu şəkildə. Deyəsən ki, balıq suda yaşayır. Suda enerji ilə nə idi bunun adı? Enerji ilə suyu tərs olaraq yadda saxlaya bilərsiniz. Mən elə yadda saxlayıram. Fikirləşirəm ki, balıq suda yaşayır. Suda yaşayırsa bədəndən amoniakı çıxartmaq üçün çox sudan istifadə eləyəcək. Çox su, az enerji. Sonra insan suda yaşamır. Gün ərzində də 1 litr su içir. Özünü öldürsə. Deməli, bu sudan az istifadə edir. Deməli, enerjidən çox istifadə edir. Sonra quşlar isə, mən quşların çox belə su içdiyini görməmişim. Su içdiyini görməmişimsə, deməli, ən az sudan istifadə edir. Ən az sudan istifadə edirsə, ən çox da enerjidən istifadə eləmiş olacaq. Bu şəkildə yadda saxlayıram. Sənin də məsləhət görürəm ki, belə yadda saxlayın. Belə. Buradan anlamadığınız, sizə qaranlıq qalan bir şey oldu. Xeyr. İndi bundan da qeydiyyatlarınızı götürün. Ola bilər ki, bu damarları mən qarışıq verdim. Çünki testlərdə bunların hamısının adı çəkilir. Amma siz elə bu üsullarla öyrənin. Sual-cavabda bunu daha da təkmilləşdirəcəyik, daha da biləcəyik. Testi dişləyəndə görəsiniz ki, bunlar sizin işinizə nə qədər yarayır.
Heç nə. Bu qədər dərsimiz. Oxuyun, öyrənin. Sualınız olsa yazın mənə. Sağ olun. Salam.